populyar bir mem kimi olur. Fedin həmişə qərarı çıxır, hamı izləyir diqqətlə və bir sözlə bazar tam dəyişilə bilər. İqtisadiyyatın tradingə dəxli yoxdur. Çox maraqlı fikirdir. Sensasyon bir Orada nələr var? Mən onu təzə başa düşmüşəm. Stop lossu düzgün bazara daxil olanda, düzgün təyin edilirsə, heç uduzmaq da olmur. Pullarımız oradadır. Mən bu da üstümdə deyil açıq yəni. Ayşə, kaşalokdadır da. Yerdə pul görünür heç. Təəssüf ki, yox. Heç nə yoxdur ki. Özünün pis aparığı var. Birbaşa 98%-ə gedir. Qızıl özünün pis apardığı aşağı getdi. Mən bay eləmişdim. Qızıl özünü pis aparardı. Və bu videonu bütün hər kəslə, tradinglə məşğul olmaq istəyən, ümumiyyətlə iqtisadiyyatla maraqlanan, maliyyə bazarları ilə maraqlanan hər kəslə paylaşın. Mövzumuza keçməkdən öncə sizə bu videonun sponsorunu təqdim etmək istərdim. Taksi 9111 sərfəli qiymətə yüksək xidmət. Mobil tətbiqdə Invest promokodunu istifadə edin və balansınıza 10 AZN əldə edin. Əgər siz də bizim buraxılışımızın sponsoru olmaq istəyirsinizsə, bizimlə e-mail vasitəsilə əlaqə saxlayın və ya Instagramda yazın. Salam hörmətli izləyicilər, XM Azərbaycanın ikinci podkastında hər birinizi xoş gördük. Studiyada mən Orxan Hüseynli, XM-in Azərbaycan üzrə meneceriyəm. Söz verdiyimiz kimi silsilə podkastlarımızın artıq ikincisini təqdim edirik və təbii ki, ümid edirik ki, bundan sonraki podkastlarımız da maraqla izləniləcək və bizim birbaşa qonaqlarımızı təqdim etməzdən qabaq mən istəyərdim ki, hər birinizdən həm XM-in Mərkəzi Asiya və Xəzər regionu üzrə olan YouTube kanalına abunə olmanızı xahiş edeyim. Eyni zamanda aşağıda linkdə görəcəksiniz XM Azərbaycanın Telegram kanalına link var. Xahiş edirəm ki, hər biriniz həmən linkə keçid edib XM Azərbaycanın Telegram kanalını da izləyəsiniz. Bugün studiyamızda yenidən bizim qonaqlarımız var. Azər Balamyadov Bakı Birja Akademiyasının təsisçisidir və Fərid Əbdülzadə Invest Akademiya layihəsinin həm təsisçisidir. Xoş gördük və gəldiyinizə görə də təşəkkür edirəm. Xoş gününüz olsun. Çox sağ olun dəvətiniz üçün. Təşəkkür edirəm. Bizim keçən podkastımız əslində çox maraqla izlənildi. Bizim müştərilərimiz, videonu izləyənlər Instagramdan, YouTubedan bizə deməli yazdılar, mesajlar, inboxa, direktə və s. və onların verdikləri suallar əsasında mən bugünkü podkastın suallarını hazırlamışam və ümid edirəm ki, eyni birinci podkastdakı kimi maraqlı bir söhbətimiz alınacaq. Və açığı bu belə deyək də silsilə verilişlər olacağına görə birinci podkastda daha çox belə Forex-ə giriş idisə, bugünkü mövzumuz daha artıq belə detallı, nisbətən daha müəyyən məsələlərlə bağlı olan, mövzularla bağlı olan bir podkast olacaq. Və istəyərdim ki, birinci sualı elə Fərid bəy sizə ünvanlayım. Ümumiyyətlə bu Forex-də ən elə adından da göründüyü kimi foreign exchange bir nömrəli mövzu valyutalardır. Ümumiyyətlə bu valyuta cütlükləri nədir? Onlar necə işləyirlər? Ümumiyyətlə onlarla bağlı hər hansı bir nümunə varmı? Gəlin bu valyuta cütlüklərindən başlayaq danışmağa, ondan sonra elə sözü çəkər. Bəli, əlbəttə. Valyuta cütlükləri ümumiyyətlə Forex bazarında iki valyutanın qarşılaşdığı bir məqamdır. Burada hər iki valyutanın öz məzənnəsi olur və bir-birlərinə nisbi məzənnəsi məhz bu cütlüklərin məzənnəsində görsənir. Nümunə olaraq ən belə deyək də, ən populyar məzənnə deyə bilərəm, cütlük deyə bilərəm. Bu Avro USD-dir. Deyiləndə ki, Avro USD 1.10 nə nəzərdə tutulur? Yəni ki, 1 avronun hal-hazırdakı dəyəri ABŞ dollarına qarşı 1.10 centdir. Yəni ümumi belədir, amma cütlüklər fərqli olur, belə populyar cütlüklər var. Hansılar ki, daha çox ticarət olunur, biraz ekzotiklər də olur. Amma plus minus hamısının işləmə prinsipi eynidir. Dediyim kimi bir-birinə qarşı nisbi dəyəridir. Okay. Bu ekzotik ekzotik cütlüklərdir, bu major cütlüklər deyirlər sonra. Onların fərqləri bəs əsasən nələrdə olur ki? Burada əsas fərq odur ki, major cütlüklərdən biz danışanda bu o bankların, yəni hansı o banklar ki, aparıcı mərkəzi banklardan söhbət gedir, bir nömrəli rezerv valyutaları emissiya edirlər. Yəni söhbət avrodan gedir, funtdan gedir, deməli dollar
bir mənalı Yapon yenası. Yəni bir nömrəli major valyutalardır bunlar. Orada biraz əlavə eləmək olar Avstraliya dolları, Kanada dolları, Yeni Zelandiya dollarında. Yəni bu valyutalar 7 valyutanı götürsək, aparıcı mərkəzi banklar, yəni bunlar rezerv valyutaları emissiya edirlər və bu rezerv valyutalar ümumiyyətlə nəinki maliyyə bazarlarının, ümumiyyətlə bütün kapital bazarlarının infrastrukturunu təşkil edən valyutalardır və bu valyutalar belə deyək, Birləşmiş Millətlər Təşkilatına daxil olan təxminən 200 ölkəyə yaxın olan ölkənin demək olar ki, hamısının rezervlərində var. Yəni söhbət buna görə bunlara major deyirlər, amma ekzotika gələndə burada hansı ölkələrdən söhbət gedir? Yəni inkişaf etməkdə olan ölkələrdən söhbət gedir birinci növbədə və yəni inkişaf proseslərinə təzə daxil olan ölkələrdən gedir. Yəni bunlara da aiddir bəzi Afrika ölkələri, yəni Cənubi Afrikanı götürsək, məsəl üçün burada götürə bilərik Braziliyanın valyutasına götürə bilərik. Amma əsas burada məsələ nədir? Bir valyutanın digər valyutaya olan nisbətidir. Periodik olaraq məzənəsinin qalxması və ya düşməsidir ki, bundan da biz forex bazarında istifadə edirik. Aydındır. Təşəkkür edirəm və izləyicilərimizə də demək istəyirəm ki, XM-də siz major cütlüklərdə, ekzotik cütlüklərdə bir neçə valyuta cütlüklərində trade edə bilərsiniz. Elə bu gün qeydiyyatdan keçib XM-də yeni ticarət hesabı açıb valyuta cütlüklərində tradingizə başlaya bilərsiniz. Əslində Fərid bəy əvvəldə vurğuladı, evronun dollara nisbəti bu əgər 1.10-dursa, 1 evro 1 dollar 10 sent dəyərində qiymətləndirilir. Əslində ikinci sualım da elə bu ilə bağlıdır ki, ümumiyyətlə bu bazarda bu valyutanın qiymətlərində biz hərəkətlilik görürük. Orada qrafikdə məsəl üçün ancaq 1.10 üzərində dayanmadı. Düşür 1.9-a, 1.8-ə qalxır, 1.11-ə, 1.12-ə və s. belə qrafik üzrə hərəkət eləyir. Və bu hərəkətliliyə hansı faktorlar təsir edirlər? Yəni ümumi olaraq bu hərəkətlilik nədən yaranır? Buna biz volatillik deyirik. Yəni qiymətin hərəkəti olmalıdır. Yəni bunu sadə xalq dilində deyirəm ki, yəni yeni başlayanlar da baxırlar. Müxtəlif kateqoriyalı izləyicilərimiz var. Yəni insanın standart təzyiqi misal üçün 120-80-dir, amma bu 120-80 24 saat ərzində stabil qala bilməz. Müəyyən qədər yuxarı, aşağı diapazonlar var, amma müəyyən qırmızı xəttlər var, onları keçə bilməz. Artıq orada problem yaranır orqanizmdə və s. və s. Belə götürəndə 76-cı ilə qədər, yəni əsas volatilliklər 76-cı ildən başlayır. Söhbət gedir, məsəl üçün bizim tələbələrdən soruşanda nə vaxt yaranır forex? Hamı bilir ki 76-cı il. Yəni bu qeyd olunur. Bretton Woods-dan sonra belə. Bretton Woods 44-dür. Yamayka razılaşması. Yamayka razılaşması 76-cı ildən. Yəni de facto bu forexin başlanğıcıdır. Biz də vaxtı ilə baxanda onu əzbərləmişdik ki 76-dan, amma nəyə görə o vaxtdan başlayıb? Qızıl dollar standartı ləğv oldu. Qızıl dollardan aralanandan sonra qızıl ki demək pul kateqoriyası keçdi əmtia kateqoriyasına və dolları məhdudiyyətsiz şəkildə başladılar çap eləməyə. Bu da gətirib bizi Karl Marxa çıxardır vaxtı ilə. Deyilən ki, yəni sənaye kapitalı olub. İkinci Dünya müharibəsində ondan da qabaq. Sənaye kapitalı tədricən ticarət kapitalı tərəfindən mənimsənilir, yəni onun tərkibinə keçir. Axırda maliyyə bazarları yaranır və maliyyə bazarları həm sənaye kapitalını mənimsəyir, həm də ticarət kapitalını. Çünki burada hərəkətliklər daha böyük olur. Və ümumiyyətlə belə götürəndə volatillik mütləq olmalıdır. Mütləq olmalıdır. Çünki bu dünya iqtisadiyyatı canlı bir orqanizmdir. Günər 24 saat ərzində hansı ölkədən hansısa ölkəyə neft gedir, hardansa taxta gedir, nə bilim məhsullar gedir, ərzaq gedir və s. və bu və ya digər valyutaya tələb və təklif söhbəti var. Artır, azalır və s. Ona görə gün ərzində, sutka ərzində, il ərzində müəyyən qədər bu volatilliklər olmalıdır. Amma 76-cı ildən bu yana gələn 50 il olacaq artıq bu volatilliklər daha çox
aqressivləşiblər. Elə valyutalar var ki, elə əmtələr var ki, orada daha çox aqressiv şəkildə gedir. Bu da nə ilə bağlıdır? Maliyyə strukturları tərəfindən qlobal maliyyə bank sistemi, hedge fondlar və s. aparıcı bir 30-40 kommersiya bankına götürsək, burada süni yaradılan volatillikdən söhbət gedir. Və bu süni yaradılan volatillik nəticəsində müəyyən maliyyə qüvvələri bundan qazanc kimi istifadə etmək istəyirlər. Ona görə yəni söhbət ondan gedir ki, yəni bu faktorlara əslində həm belə deyək də real iqtisadi faktorlardan başqa, yəni bu dövlətlər arası ticarətdən yaranmış faktorlardan əlavə süni yaradılan faktorlar da bu valyutaların volatilliyinə və qiymət hərəkətliliyinə təsir edir. Bəli, tamamilə doğrudur. Təsəvvür edin ki, yəni ki mən bayaq misal çəkdiyim kimi, təzyiq qalxa bilər 130-a, düşə bilər 80 də düşə bilər 70-ə. Bu normal sayılır. Amma maliyyə bazarları bunu 160, 170, 180-ə qaldıra bilirlər. Qaldıra bilirlər və aşağını da çox aşağı sala bilirlər. İndi burada söhbət nəyə gedir? Trader professional olmalıdır ki, mən keçən dəfə misal da çəkdim. Bu formulada birdə olan o sürətə, yəni bu volatilliklərə dözə bilsin. Buna həm psixologiya dözməlidir, həm müəyyən qədər praktiki, həm də nəzəri bilgilər olmalıdır mütləq. Amma bir də qeyd edirəm, bu süni sistemdir. 76-cı ildə yaranıb və real iqtisadiyyat çökdükcə maliyyə bazarlarının aktuallığı daha da artacaq. Və bundan sonra bu proseslər minimum 2050-ci ilə qədər gedəcək və dollarda aparıcı valyuta kimi qalacaq. Və biz bunu bazarlarda da görürük. Baxmayaraq ki, külli miqdarda yeni instrumentlər yaradılır. Misal üçün, kripto bazarı mən götürə bilərəm. Ən təzə məlumatlardan biri odur ki, avro yuxarı getdi bu yaxında. Dünya getdi yuxarı. Avropa İttifaqı öz NATO-sunu yaradır. Misal üçün, fundamental hadisə və xəbərdir. 800 milyardlıq bir büdcə yığılmalıdır. Deməli, orada investisiya başlayır axına getməyə. Yəni, müharibə investisiyasından söhbət gedir burada. Böyük banklardan gedir və bundan da maliyyə bazarları sui-istifadə edəcək. O 800 milyardın ətrafında bəlkə də bir 10 dəfə artıq ondan derivativlər yaranacaq və s. və s. Ona görə bunların hamısına hazır olmaq lazımdır əvvəldən. Təşəkkür edirəm məlumata görə və bu dəyərli fikirlərə görə Azər bəy. Fərid bəy, Azər bəy qeyd elədi bu maliyyə institutlarının, maliyyə bazarlarının bu proseslərə təsiri və s. həm də iqtisadi faktorlardan danışdı və mənim əslində bütün ölkələrin hər birinin valyutasının belə deyək də gücünü müəyyənləşdirən, valyutasının belə deyək uçot dərəcəsini müəyyənləşdirən və s. və axır kimi inflyasiya göstəricilərini müəyyənləşdirən əsas qurumu Mərkəzi Bank olur. Bu misal üçün Avropa Birliyi üçün, avro üçün bu Avropa Mərkəzi Bankıdır, amma digər dövlətlər üçün hər bir ölkənin özünün, yəni avroya aid olmayan ölkələrin hər birinin özünün Mərkəzi Bankı mövcuddur. Ümumiyyətlə bu forex tradingində mərkəzi banklar hansı rol oynayırlar? Mərkəzi bankların əsas rolu nədən ibarətdir bu forex bizim danışdığımız mövzu ilə bağlı? Bəli, mən deyirəm ki, ümumiyyətlə mərkəzi banklar faktor kimi ikinci ən böyükdür. Birinci iqtisadi əlbəttə ki, orada işsizlik dərəcəsi, inflyasiya, ölkədə iqtisadi artım və s. Mərkəzi banklar ikinci böyüklükdə rol oynayırlar. Burada Mərkəzi Bankın əsas faktorlardan biri faiz dərəcəsini təyin etməkdir. O populyar bir mem kimi olur. O Fedin həmişə qərarı çıxır, hamı izləyir diqqətlə və bir sözlə bazar tam dəyişilə bilər. Bu faiz dərəcəsi çox vacibdir. Faiz dərəcəsi həmçində mən deyərdim ölkədə iqtisadi inkişafın göstəricilərinin biridir. Eyni misal üçün Türkiyənin misalını götürsək, orada görürsünüz ki, faiz dərəcəsi dəyişir, biraz stabilləşir vəziyyət. Azərbaycanda uzun müddətdir ki, faiz dərəcəsi dəyişmir, dəyişsə də xırda bir dəyişikliklər olur. O demək ki, daha çox stabilliyə saxlayırlar. Yəni birinci növbədə mən deyirəm bu faiz dərəcəsi təyin olunmasıdır. İkincisi monetar siyasətdir. Bu daxili, yəni valyutanın dəyərini saxlamaq üçün hansısa bir dəyişikliklər etmək və ümumiyyətlə valyuta siyasəti Mərkəzi Bankın nəzdində olur. Mərkəzi Bankın əsasən çox sayda çox hallarda çox böyük qüvvəsi olur. Həm valyuta kütləsini təyin edə bilər, inflyasiyaya kifayət qədər təsirlər göstərə bilər. Həmçinin daxili iqtisadi qərarlar da verə bilər, hansı ki, ölkənin monetar siyasətinin daha da gücləndirilməsinə nəticə çıxara bilər. Yəni mən məsləhət görürəm ki, əlbəttə ki, bunların hamısını diqqətlə izləmək lazımdır. Trader mütləq bilməlidir ki, nə baş verir.
həm öz ölkəsində, həmçinin ki, hansı o cütlüklərə nəzərə saxlayır, onlara da baxmaq lazımdır. Çünki bildik, əsas iqtisadi faktordan, geosiyasi faktordan savayı Mərkəzi Bankın siyasəti çox vacibdir. Həmçinin də burada belə bir faktor var, ticarət münasibətləri var. Məsəl üçün biz son günlərdə görürük ki, son aylarda deyərdim ki, Trump Amerikanın prezidenti qərarlar verir, əlavə tariflər tətbiq edir. Bu əlbəttə ki, o nəticə göstərəcək. Bu yəni mütləq olacaq. Yəni bunlar da bu xəbərləri mütləq izləməlidir bir trader. Aydın oldu. Azərbaycan isə əlavə eləmək istədiyiniz bir məqam var? Əlavə odur ki, aparıcı mərkəzi banklar biz əsas Forex-dən danışırıqsa, 4 yəni potensial bazar iştirakçıları əsas 4 aparıcı mərkəzi bankı izləməlidirlər. Birinci növbədə. Yəni o biriləri izləməmək də olar, amma birinci növbədə federal ehtiyatlar sistemidir. Çünki bütün kapital bazarları dollara bağlıdır. Ondan sonra Avropa Mərkəzi Bankı, İngiltərə Bankı və Yaponiya Bankı. Yaponiya biraz şərqdə də olsa, uzaq şərqdə bizdən, məsəl üçün, amma ki onun real dünya iqtisadiyyatında böyük rolu var. Ona görə bundan sonra artıq ola bilər Kanada Bankı, Avstraliya və Yeni Zelandiyadan söhbət gedir. Digər deməli o ekzotik valyuta cütlüklərinə aid olan, yəni ölkələrdən danışılır, valyutalardan danışılır. O ölkələrin aparıcı mərkəzi banklarının ümumiyyətlə mən deyərdim Forex-ə ümumiyyətlə təsiri yoxdur. Ya da ola bilər ki, 0,1 nə qədər bir təsir ola bilər, amma bir nömrəli təsir hərdən bir soruşanda ki, hansı fundamental xəbərlər bir nömrəlidir? Mənə bir nömrəli hadisələr ancaq Amerikaya aiddir. Çünki Amerika Birləşmiş Ştatları hər hərəkətdə lokomotiv qalır və qalacaq da bundan sonra. Yaxını 20 ildə belə deyək, 2050-yə qədər trend odur. Hal-hazırda 2050-dir. Həm də Fibonacci rəqəmidir də 50. Yəni o ilə gedir. Ona görə yəni aparıcı mərkəzi banklar yəni bunlar monetar siyasət fərq qeydiyyələrdə burada aparırlar, amma Forex-ə təsir edən banklar bunlar kommersiya banklarıdır. Kommersiya banklarıdır. Yəni kommersiya bankları birbaşa Forex bazarının iştirakçılarıdır. Özləri iştirakçı olduqlarına görə həm də təsir edir. Bəli, o birjada otururlar onlar. Aydın. Otururlar o yama deyirlər ona, otururlar burada satış. O oradan gəlir bütün təsir göstərir onların qərarları. Təşəkkür edirəm cavaba görə. İzləyicilərimizə də qeyd etmək istəyirdim ki, həm mərkəzi banklar haqqında, həm də ümumi olaraq fundamental hadisə və xəbərləri izləmək üçün XMN saytında iqtisadi təqvimə də göz gəzdirə bilərsiniz. Oradan sizə gərəkli məlumatlar gündəlik olaraq yenilənir və həmən xəbərləri izləmək həm Fərid bəy, həm də Azərbaycan dediyi kimi olduqca vacibdir. Mən istəyərdim artıq belə deyək, bu bizim bayaqdan danışdıqlarımız nisbətən ümumi bazara aid olan bir şey idi, amma bizim hər bir traderin özünün bu bazara giriş eləmək üçün müəyyən əlində alətlər olur. Və bu alətlərdən biri də leverage-dir, kredit çiyinidir və ya rusca desək kreditное плечо. Ümumi olaraq baxın, bu Forex-də bizim müştərilərdən gələn bir sualdır. Mən ona görə bunu xüsusi vurğulamaq istəyirdim. Azərbaycan sizdən başlayalım. Ümumiyyətlə kredit çiyini konseptini deməli Forex trading üçün necə izah edə bilərik? Və ümumiyyətlə bu traderlərin potensial gəlirlərinə və ya itkilərinə nə qədər təsir eləyir? Kredit çiyini o deyə bilərəm ki, bu marjinal ticarətin əsasıdır. Yəni kredit çiyini ilə vasitəsilə həyata keçirilən ticarət əməliyyatları, yəni bunlar marjinal ticarət əməliyyatlarıdır. İdeal variant kredit çiyinindən istifadə etməməkdir. Yəni bu ideal variantdır. Amma hər adamın da 100.000 dolları yoxdur ki, bir lotda ticarət aparsın. Yəni bu ideal variant olar. O variantda istənilən halda traderin cibində pul qalır. Hətta potensial məzənnədə itki də getsə, amma cibdə pul qalır. Amma ənənəvi götürsək, yəni söhbət kredit çiyini nə qədər aşağı olsa bir o da yaxşıdır. Belə götürəndə. Çünki bu potensial bazar iştirakçısının risklərini minimuma salır. İdeal kredit çiyini yəni 1-ə 1-dir, sonra 1.25, sonra 1.33, 1.50, 1'ə 100 optimal sayılır hal-hazırda. Məsəl üçün mən şəxsən öz subyektiv fikrimdir, yəni 1'ə 100-dən yuxarı kredit çiyinə getməmək lazımdır. Əlindəki vəsaitdən asılı olaraq dəyişə bilər o? Asılı olmayaraq, yəni vəsait nə qədər də çoxdursa, kredit çiyini aşağı salmalıdır əksinə. Aşağı salmalıdır əksinə. İndi burada hesablamalar da var. Mən nəyə görə? Burada psixologiya dincəlir, insan daha da rahat işləyir və s.
ideal. Düzdür, birə 200, birə 500, birə 1000, səhv eləmirəmsə qismdə, yəni birə 1000-dir. Bəli, qismdə 1-ə 1000-ə qədər ticarət etmək mümkündür. Bu da nəyə görədir? Yəni potensial bazar iştirakçısı məbləğ çox az olduğuna görə, misal üçün $50, $100 olduğuna görə, orada maksimal kredit çiyinə gedir. Kredit çiyinə gedə bilər. Yəni o nə üçündür? Yəni istənilən adam istənilən pulla bazara daxil ola bilsin. Ya kredit çiyininin ümumi olaraq belə deyək də məqsədi nədir? Məsələn, məndə tutalım ki $50 var. Mən daxil oldum XM-ə, $50 depozit elədim ticarət hesabıma və kredit çiyinini seçdim, tutayım ki 1-ə 1000. Bu mənə nə verir? Məsələn, sual bundan ibarət. Burada kredit çiyini sizin bazara daxil olmağınız üçün icazədir. Yəni əlavə, yəni orada $50 bazara daxil olmaq olmaz. Ümumiyyətlə belə götürəndə forexdə ticarət etmək olmaz. Broker burada kredit çiyinindən istifadə edir və həmin o çatışmayan 99.000 pulu belə götürək də 99.900 nə qədər pulu? O sizə necə deyirlər, bir əmanət edir. O pulun vasitəsilə siz bazara daxil olursunuz. Amma o real pul deyil də, düzdür? Çünki mənim ancaq $50 orada iştirak edir bazarda. Forexdə ümumiyyətlə real pul yoxdur. Belə götürəndə orada yəni, demək istədiyim, yəni mənim orada ticarət edəndə 100.000 üzərindən getmir. $50 orada azalır və ya artır. Bəli, real depozitdə olan pulunuz artıb azalır. Əgər o müəyyən qədər gəlib brokerin, yəni itki var, misal üçün $40 qədər itki olsa, 45-ə qədər müəyyən qədər, orada stop out məsələsi var və başqa detallar. Burada rezümə belədir ki, kredit çiyini bazara daxil olmaq üçün bir vasitədir. Çünki məsəl üçün hamımız bilirik, müəyyən restoranlara gedirik, deyirlər burada depozit budur. Burada filan qədər nə bilim minimum 100 nəfər olmalıdır ki, filan zalı götürə bilərsiniz. Nəysə, yəni bu forex bazarının ümumiyyətlə standart lot $100.000-dır və $100.000-la bazara daxil ola bilirsinizsə, onda problem yoxdur. 50.000 də olsa, 20.000 də olsa, 10.000 də olsa, $50 da olsa, $5 da olsa, minimal XM-də $5 da mən biləni. Sadəcə olaraq kredit çiyini hesabına istənilən adam, istənilən bazar iştirakçısı bazara, həmin o bazara daxil olub orada ticarət əməliyyatlarını apara bilər. Kredit çiyini bunun üçün lazımdır. Fərq bəy, nəsə əlavə eləmək istədiyiniz məqam varmı? Əlavə etmək istəyirəm, sadəcə yəni, deyilən hamısı sözlərlə razıyam. Əlavə deyə bilərəm ki, bu riskdir. Burada iki tərəflidir. Yəni, adətən yeni daxil olanların depozitləri də böyük olmur və onların imkanları da çox olmur. Amma ki, istənilən halda daha yaxşı olar ki, daha böyük məbləğlə başlayasınız, amma leverage aşağı olsun. Bu riskləri azaldır. Leverage təcrübə qalxdıqca leverage qalxa bilər. Amma yenə də bir məqama çatırsınız ki, artıq heç ona ehtiyac yoxdur. Çünki siz artıq öz depozitiniz kifayət qədər yüksəkdir və kifayət qədər risklərə heç ehtiyac yoxdur özünüzə götürməyə, rahat olursunuz. Azərbaycan daha öncə demişkən, çünki trading həyatında axır əvvəl onsuz da buna gəlib çatmaq lazım ki, daha biraz emosional, stabil bir həyata gəlib çatasan, o baxımdan risklərdir. Yəni mən şəxsən çox da məsləhət görmürəm. Yalnız o hallarda ki, yarada doğrudan da giriş məbləği çox aşağıdır və buna ehtiyac var. Çünki risklər böyüdür. Aydın oldu. Təşəkkür edirəm cavabınıza görə və izləyicilərimizə də bayaq əslində söhbətdə qeyd elədik. Bir daha vurğulamaq istəyirəm ki, XM-də siz 1/1000-ə qədər istədiyiniz kredit çiynini seçib ticarətə başlaya bilərsiniz. Əgər əlinizdəki vəsait azdırsa, dediyimiz kimi bazara girmək üçün 1/1000 kredit çiynindən də istifadə edə bilərsiniz və Azərbaycan dediyi kimi bizdə 1/1-dən başlamaqla 1/1000-ə qədər sizə uyğun kredit çiynini seçib strategiyanıza uyğun təbii olaraq ticarətinizə başlaya bilərsiniz. Mən istəyərdim biz növbəti sualımıza keçək, Fərid bəy. Deməli, biz bayaq danışdıq, mən yenə istəyirəm biraz bazara qayıdaq bu kredit çiynindən. Biz birazdan danışacağıq, mənim suallarım var əslində. Həm bu risk qazanc nisbətinin müəyyənləşməsi ilə bağlı sualım olacaq, həm stop loss'dur, take profit'dir, bu kimi terminlərlə bağlı suallarım olacaq. Amma ona keçməmişdən qabaq ağlımda qalan bir sual var. Bu forex tradingdə biz eşitmişik ki, fundamental analiz, texniki analiz, fundamental analiz, bu sözləri biz çox eşidirik. Texniki analiz haqqında hələ ki qalsın. Mənə bu fundamental analiz maraqlıdır. Fundamental analiz deyiləndə tradingdə nə nəzərdə tutulur? Yəni o necə izah edə bilərik onun rolunu biz forexdə? Mən belə sadə dildə izah eləyərəm. Ümumiyyətlə, yəni hansısa bir traderin strategiyası varsa və o rəqəmlər üzərində ticarət edirsə,
Ola bilsin ki bir müddət bu uğurlu ola bilər, amma biz özümüzü belə deyək, qapana bilmərik. Burada fundamental analiz nəzərdə tutur ki, ətrafda olan hadisələri, böyük bazalarda olan hadisələri hamısı təhlil etmək lazımdır. Bu yenə də ki, iqtisadi göstəricilər, bu inflyasiyadır, bu dediyim kimi işsizlik dərəcəsidir və ya iqtisadi artımdır. Yəni bu xəbərlər nə baş verir, nə işlər görülür, hamısına baxmaq lazım. Yəni trader tək rəqəmlərlə özünü izolyasiya edib bu işləməyəcək. Bu bir müddət işləyə bilər, ya da bəxti gətirə bilər, amma uzun müddətli perspektivdə bu işləmir. Çünki bazarın trendləri var. Trendlər olur, qısa müddətli trendlər var, uzun müddətli trendlər var. Onlar hamısını izləmək lazımdır və bunlar hamısı cəmdə fundamental analiz kimi qeyd olunur. Yəni bunlara hamısını cəmləyib təhlil etməklə, analiz etməklə siz artıq fundamental bazanı sahib olursunuz və ən azından siz belə deyək, bazarın bir pay traderlərin artıq qabağda olursunuz. Yəni əslən fundamental analizdə bu nəzərdə tutulur. Aydındır. Azərbaycanın əlavə eləmək istədiyiniz məqam yoxdur? Əlavə odur ki, bu mənim biraz ağırlı yerimdir. Fundamental hadisə və xəbər subyektiv fikrim deyil, mən obyektiv. Yəni burada bu mənim subyektivdir. Mən buna əminəm 100% və bunu sübut edirəm illərlə. Fundamental hadisə və xəbər trendi dəyişmir. Bunu nəzərə almalıdır trader. Fundamental hadisə və xəbər bazarlara qısa müddətdə təsir edir. 15 dəqiqədən 3 sutkaya qədər. Ondan sonra trend öz yoluna davam edir. Fundamental hadisə və xəbər ya trendi gücləndirir, qüvvədə olan, ya da uzaq baş onu tormozluyur bir balaca. Misal, biz yaşayırıq, trendimiz var, gedirik. Korreksiya kimdə olmayıb ki? Kimsə xəstələnməyib indiyə qədər. Kimisə ayağı sınmayıb indiyə qədər. Kimsə əməliyyata düşməyib xəstəxanaya. Kimisə bir hüzürü çıxmayıb və yaxud toy və s. Elə bir bu hamısı fundamental hadisə xəbərlərdir insan həyatında. İnsan həyatına müsbətlər təsir edə bilər. İnsan həyatı aşağı istiqamətdə gedən fundamental hadisə xəbərlər də var. O çəkən, içən, nə bilim, müəyyən mənada onu demək istədim. Müəyyən mənada bizim belə deyək də yaşayışımızı və sağlamlığımıza ciddi təsir edən məsələlər də ola bilər. Elə bir xəstəlik ola bilər ki, biz o trenddən artıq çıxmış ola bilərik. Yox, çıxmış nə? Bizim lap açıq su, Lorodent su, belə sadə dildə deyirəm, trend var, biz yaşayış trendi deyirik ona. Trend də var, o dünyaya aparır. İnsandır, bir yaşda onkologiya alır və bilinir ki, bu trend aşağıdır artıq. Yəni bu sel gedir. Amma bu trendin içində pozitiv korreksiyalar olur. Və insan çalışır ki, müəyyən müalicələrlə, müəyyən yaxşı bir hadisələrlə, nə bilim toylarla, nə ilə bu öz ömrünü uzatsın. Müalicələrlə, burada pulun da rolu var, ətraf psixoloji mühitində rolu var, hansı ölkədə yaşayır, nə qazanır, yəni dərdlərinin sayının söhbəti var. Elə bir, məsəl üçün insan var ki, elə bir negativ bir informasiya fundamental qazanır ki, həyatda bir xəstəlik nəsə, amma bir 50 ildə yaşayır, problem yoxdur. Adam da var ki, normal bir şəraitdə idi, bir ilin içində getdi. Məsəl üçün, söhbət nədən gelir? Yəni, hər hansı bir insan gəlib 80-90 yaşına çatırsa və bu dünyadan köçürsə, bu demək deyil ki, yəni hansısa bir qripə görə getdi. Onun yaş hesabı var. Ona görə trendlərdə uzun müddətli trend, misal üçün belə götürək, əsas trend aylıq zaman intervalındadır. Aylıq zaman intervalında olan trend aylarla, illərlə gedir. Və bu aylarla, illərlə gedən trendi heç bir federal ehtiyatlar sisteminin qərarı dəyişə bilmir. Necə dəyişir? Fundamental hadisə və xəbərlərin kompleksi dəyişə bilir. Biz əvvəldən bilirik ki, faiz düşüşü trenddir. Məsəl üçün, bu faiz düşüşü misal üçün bir il gedəcək Amerikada. Bundan sonra buna qoşulacaq Avropa Mərkəzi Bankı, sonra qoşulacaq İngiltərə. İndi biri tez, biri geç, belə gedəcəklər. Amma əsas driver federal ehtiyatlar sistemidir. Üçüncü variant, fundamental hadisə və xəbər. Fundamental hadisə və xəbər bu iqtisadiyyata aiddir. Düzdür? Forex trading nədir? Deməli, bazarın infrastrukturudur. Deməli, belə çıxır ki, trader iqtisadçı olmalıdır. Amma iqtisadçıdırlar mı? Bu sahədə olanlar. 90% demək olar ki, 95% yox. Ona görə insan gəlib fundamental hadisə və xəbərdən danışında deyirəm, sən bunu istasyon da eləyə bilməyəcəksən. Bunu analiz edə bilməyəcəksən.
Bunun üçün siz müəyyən pozisiyalar tutarmalısınız. Özdə burada yox, misal üçün Almaniyada, Amerikada, yəni o situasiyaya uyğun olan universitetlərdən söhbət gedir ki, o iqtisadiyyatdır. Bizdə ənənəvi postsovet məkanından qalmış iqtisadiyyatdır. Bu iqtisadiyyatın real hal-hazırda maliyyə iqtisadiyyatı ilə heç bir əlaqəsi demək olar yoxdur. Ancaq sözlər işlənə bilər müəyyən qədər, praktik cəhətdən heç bir effekti yoxdur. Amma bu işlə həkim də məşğuldur, hüquqşünas da, hakim də, nə bilim polis işçisi də, sadə insan da, adi sürücü. Əslində tradingin gözəlliyi də ondadır. Trading gözəlliyi də, yəni müəyyən momentlər var ki, bilirsiniz fundamental hadisələr və xəbərlər. Siz yəni insan oturur hər ayın 1-ci 5-ci günü non-farm çıxır. İşsizliklə bağlı, məşğul boş şeylə Amerikada hamı onu gözləyir. Nəyi gözləyir? Nə var? 1 saat ərzində qiymət oynayacaq orada. Sən bu 1 saatı niyə edirsən? Trenddə otur da. Trenddə oturur. Biz qeyd etmişik bir il bundan qabaq ki, misal üçün deyirəm, bizdə var böyle canlı yayımlarda. Qızılın məqsədi, hədəfi 3030-dur, gəlib çatır da yavaş-yavaş. Amma o birbaşa getmir axı. Orada müəyyən düşəcək, o həmin o fundamental xəbərlər qeyri-professional treyderləri qarmağa salmaq üçündür. Mən belə götürürəm. O fundamental hadisə və xəbərlərdə nəyi izləyirlər? Jerome Powell'un çıxışında onun nitqinin hansı tonla dediyini, hansı nə bilim əhval-ruhiyyə ilə dediyini, orada kimsə, bunlar hamısı mən sözün lap açıq mənasında deyirəm ki, sözün əsl belə başqa söz deməyəcəm, spekulyasiya kubdadır burada, artıq gedir. Əvvəldən bilinir hansı qərarlar qəbul olunacaq. Mənə indi burada belə bir məqam maraqlıdır. Çox üzr istəyirəm, sözünüzü kəsdim. Bu artıq belə deyək də söhbətimiz belə qızışan momentidir. Azər bəyin əslində dediyi çox maraqlı bir məqamdır. Sadəcə mənə maraqlıdır məsələn Fərid bəy. Deyək ki, belə bir şey ola bilər ki, fundamental hadisələr Azər bəyin dediyi kimi o müəyyən bir müddətliyinə 1 saatdan 3 sutqaya qədər, 3 günə qədər qiymətlərdə müəyyən dəyişikliklərə, volatilliyə gətirib çıxara bilər. Ondan sonra trend təzədən öz yolu ilə davam edir. Elə bir şey ola bilərmi ki, bu 3 sutka ərzində başqa bir məlumat da çıxsın, başqa bir xəbər də çıxsın, fundamental hadisədə xəbər və bunun da fundamental analizi belə deyək də bir növ domino effekti kimi yavaş-yavaş həmən o deyilən trendi yolundan çıxarsın. Elə bir şey mümkündür, yoxsa istənilən halda trend öz yolu ilə gedəcək? Trend öz yolla gedir, amma nə vaxtsa bu trend bitməlidir də. Yəni bu trendin bitmə də hadisəsi nəyəsə əsasında baş verir. Yəni ona görə deyirəm ki, fundamental analiz nəyə görə yenə lazımdır ki, ümumi məlumatsız olsa, məsəl üçün siz hiss edirsiniz ki, görürsüz ki, nəyəsə baş verəcək və bu trend dəyişəcək. Bu yəni xırda bir şey olmayacaq. Əlbəttə ki, böyük bir müharibə ola bilər, nə bilim, hansısa bir başqa bir geosiyasi faktor ola bilər və ya hansısa bir başqa bir şey ola bilər, amma bunu da bilmək üçün yenə də izləmək lazımdır. Və əlbəttə ki, siz vaxtınızı Azər bəy düz deyir, yəni burada iqtisadçı çox az olur sayı baxımdan, nisbi baxımdan traderlər arasında. Amma yenə də ki, başqa iqtisadçıların təhlilini dinləmək olar ən azından ki, kimə etibar edirsiniz, kimin kifayət qədər avtoritet var, ən azından anlamaq ki, nə baş verir. Çünki bəli, bu tam düzgündür Azər bəy. Yəni xırda bu dəyişikliklər olur. Yəni bir neçə saatlıq, bir neçə günlük olur. Amma yenə də hətta onlarda da yəni ki, diqqət etmək lazımdır. Çünki bəzən olur ki, bu xırda heç də xırda olmur. Bu böyük başqa bir şey çevrilə bilər. Yəni baxın, mən hər halda fikirləşirəm ki, biraz vaxt sərf etmək lazımdır bu analizə. Və nəyə görə mən bu əslində mövzuya toxundum deyim, bizi izləyən izləyicilər xüsusən də XM-də bizdə istifadəçilərimiz, traderlərimiz özünüz də dediyiniz kimi böyük əksəriyyəti iqtisadçı deyil. Siz deyən kimi fərqli pəşələrin sahibləri bu işlə məşğul olurlar və məsələ ondan ibarətdir ki, bəzi hallarda biz nə ilə rastlaşırıq, xüsusən də mən bunu müştərilərlə telefonla danışanda hiss edirəm. Fundamental analiz ola bilər ki, o misal üçün verilən xəbərləri düzgün analiz edə bilməz və nəticə etibarilə düzgün proqnozlaşdırmaz və onunla da itkiyə gedə bilər. Bu normal bir şeydir. Yəni bu baş verə biləcək bir şeydir. Amma istənilən halda mən düşünürəm ki, yəni insanlara onu izləməyi biraz aşılamaq ona görə lazımdır ki, trendin ümumi olaraq məğzini anlaya bilsinlər. Çünki o fundamental hadisə xəbərlər izləmədən o tradinglə məşğul olmaq bir növ artıq azarta gəlir çıxır.
Mən ən azından elə görürəm. Bilmirəm yanılıram ya yox. Yəni gərək izləyəsən ən azından müəyyən xırda məsələ, primitiv bir şey deyim də, çox primitivdir. Yəni mən başa düşürəm ki, bu belə deyək də, real, mən bu dəqiqə heç maliyyə məsləhəti vermirəm. Sadəcə primitiv bir nümunə. Biz yəni uşaqlıqdan mən eşitmişəm, misal üçün deyirəm ki, müharibə baş verəndə neft və qızılın qiyməti qalxır. Belə bir dənə belə deyək də anlayış var deyək də. Bu əslində nə qədər primitiv olsa da ki, bu belə deyil, təkrar edirəm. Amma nə qədər belə primitiv səslənsə də bu özü müəyyən bir fundamental analiz deyil əslində. Onun bir elementidir də. Yəni insanlar bunu başa düşərək trading eləsələr daha yaxşı deyil? Yox, mən sizə deyim, o böyük səhv olacaq. Milyon faiz mən təminat verirəm. Yəni xüsusən hesablar balaca olanda, onlar hamısı düşür Mesalukaya, hamısı ət maşınları orada stopları yığıb fundamental hadisə və xəbərlərdən istifadə edən professional böyük hedge fondlar var, böyük kommersiya bankları var, market makerlər var. Hansılar ki, özləri də bazarın iştirakçıları. Özləri də iştirakçıdır və özləri də oradan pul qazanırlar və onlar qısa müddətdə bazarı oynada bilirlər, fundamental hadisə və xəbərlərdə. Biri 100 milyard, 50 milyard belə intervensiya edib bazarda stopları yığırlar. Düzgün yerləşdirilməyən stoplardan söhbət gedir və bundan sonra bazar gedir. Düzdür. Burada belə bir şey var ki, trend aydındır ki, nə vaxtsa sona çatmalıdır. Amma mən belə bir şey deyim. Trendin 95 yaşı varsa, bəli, hər gün onu gözləyirsən də dönüşür. Düzdürmü? O da var. Yəni trendin 95 ola bilər. Yox, onun üçün də texniki göstəricilər olmalıdır. Deməli bu adamın texniki göstərici deyəndə nəzərdə tutulur. Hemoqlobinlə təzyiqdir. Hə, yəni ümumi olaraq bəli, o hansı alətdə ticarət edirsə onun texniki göstəriciləri var. Hər bir insan özü texanalizdir və onun kardioqramması var, elektroensefaloqramması var, diaqramması var. Əgər bunlar göstərirsə 50 yaşında göstərirsə bu adam 95-dir, yəni bu trend qısa olacaq. Və hər dəfə gözlənilir. Və onun üstündə yardımçı olur, yanında adam olur və s. Bir də var ki, bəli, bunların hamısı texniki analiz. Burada başqa bir şey də var. Sizin də qeyd etdiniz, o hansısa bir xəbər çıxır, amma gündəlik xəbərlər çıxır. Biz baxsaq təqvimlərə, gündə bəlkə də bir 100 xəbər çıxır da, bütün ölkələri götürsək. Mən nəyə görə qeyd etdim? Bir nömrəli xəbərlər. Bir nömrəli xəbər Federal Yatlar Sistemi iclasıdır. Bunu hamı yadda saxlasın. Bu 100%. İkinci xəbər non-farmdır. Hər ayın 1-5-ci günü çıxır. İşsizliklə bağlı. Bəli. Üçüncü deməli xəbər inflyasiyadır Amerikada. Dördüncü müdaxilə məhsuldur. İqtisadi inkişaf tələbləri və s. bunlar. Amerika Birləşmiş Ştatlarından çıxan xəbərlərdən daha güclü xəbər yoxdur. Həmin kopya xəbərlər Avropadan da çıxır. İngiltərədən də çıxır. Forex-dən gedir. Təkrar eləyirik. Ancaq Forex-dən gedir. Forex aiddir. Bəli. Mən izləyicilər üçün deyirəm ki, bilsinlər. Forex-dən danışırıq. Yaponiya bankına aiddir 4. Avstraliya indi kim Avstraliya dolları ilə işləyirsə onu izləyə bilər. Kanada dolları ilə və Yeni Zelandiya dolları. Amma bütün dünyaya təsir edən bir nömrəli 4 xəbər Amerikadan gəlir. Ondan sonra və yaxud ondan əvvəl gələn fikir vermişsiniz də, hamımız gözəl bilir. Qırmızı xəbərlər var, yaşıl xəbərlər var, sarı xəbərlər var. Ümumiyyətlə bazara təsir etməyən neytral xəbərlər də var. Ona görə mən deməli özdə fikir verin necə olur bu? Ay ərzində hər həftə biri çıxır. Darıxmağa qoymurlar. Deməli 5 gün ərzində pul yığılır bazarda və stoplar götürülür, bazar getdi. Stoplar götürüldü. Niyə görə trend davam edir? Kimsə itirir ki, bazar gedir yuxarı. O vaxta qədər ki, artıq itki qutarır, itki olunası indi artıq orada trend dönüşü baş verir. Ona görə mən bir də qeyd edirəm, fundamental xəbərlər düzdür, izlənilməlidir, amma necə? Onu da sizin sözünüzə dəstək verirəm ki, ümumi situasiyanı, ümumi vəziyyəti, qlobal vəziyyəti görmək üçün. Miqyası biraz daha geniş götürməkdən ötürü. Jerome Powell əgər deyirsə, biz yaxın vaxtlarda başlayacağıq yumşalma siyasətinə, deməli gözləyim bu xəbər
hələ 1-2 il gedəcək. Bunun bir günlük deyil bu. Ümumi mənzərəni görməkdən Bəli, ötürü. ümumi mənzərə bilirik ki, bunun əhval-ruhiyyəsi budur. Amma qutarandan sonra deyir, hə, biz sərtləşməyə gedəcəyik. Artıq bu sluh deyirlər də, nə şayə. Şayə. Bu şayələrdə investorlar artıq bunu başlayırlar icra eləməyə. Ona görə fundamental hadisə və xəbərlərlə birinci növbədə onlar bilirsiniz ən çox nəyə aiddir? Fond bazarlarına aiddir. Bəli. Fond bazarlarının köküdür. Orada artıq professional iqtisadi qruplar var, iqtisadi araşdırma institutları var. Onlar otururlar, Teslanı izləyirlər, onu izləyirlər. Onların balansları var. Səhmlərdən söhbət gedir. Onlar səhmlərə təsir edir və səhmlər də CFD formasında Forex-də var. Düzdürmü? Bəli. Deməli, burada S&P 500-ə təsir artıq orada düzdür. Hansısa bir investor gələ bilər, bu iqtisadçı deyil, amma onun iqtisadi qrupası var. Onun bir institutu var, məsəl üçün. Orada onun milyardları var və bu işə götürür professionalları və onların rəyi əsasında bu digər səhmlərlə ticarət edir bazarda. O böyük, çox böyük şey. Amma bir dənə də mən sizə bir sir deyim. Gələcəkdə ola bilər bu gün vaxt çatmaz, amma gələcəkdə onun bir mövzu kimi biz geniş hansısa bir podkastlarda mən onu əməli başda izah edə bilərəm. İqtisadiyyatın tradingə dəxli yoxdur. Çox maraqlı fikirdir. Sensasyon bir orada nələr var? Mən onu təzə başa düşmüşəm 2 il. Trading başqa şeydir, iqtisadiyyat başqa şeydir. Təşəkkür edirəm. Çox sağ olun. Olduqca maraqlı bir diskussiya getdi əslində. Mən istəyərdim biz növbəti suala keçək. Amma mən hiss edirəm ki, növbəti podkastlarımızda bu fundamental analiz məsələsinə, texniki analiz məsələsinə ilə yenidən qayıdacağıq. Biz qayıdaq bizim bu traderlərin belə deyək də gündəlik qayğılarına deyək də. Ümumiyyətlə bu risk qazanc nisbəti deyə bir anlayış var da ki, risk nə qədər olur, qazanc nə qədər olur və bizə maraqlıdır ki, bu risk qazanc nisbətini necə müəyyənləşdirmək mümkündür? Ümumiyyətlə bunu hesablamaq mümkündürmü? Bunun hesablama qaydası nədir və s. Belə bir sualı var bizim müştərilərin. Fərdi bəy, buyurun. Sual kimədir? Yəni növbə ilə gedirik, əslində fərqi yoxdur. Burada bunu hesablamaq olar, risk qazancı. Burada bizim bu fundamental alətlər var da, take profitlə stop loss. Bu nisbi məhz onlardan hesablama olar. Məsəl üçün take profit-i 150-dədirsə, stop loss 50-dədirsə, burada 3-ün 1-də risk sayılır, risk qazanc nisbəti. Və burada da yenə də artıq biz daha öncə Azərbaycan müzakirə etdik ki, stop lossu düzgün bazara daxil olanda, düzgün təyin edilirsə, heç uduzmaq da olmur. Yəni müsbət olacaqsınız. Amma yenə də ki, bu aşağı sayılır, aşağı satış nöqtəsi sayılır. Ona görə əslən belə hesablanır. Aydın oldu. Sizə görə, misal üçün yəni nisbət söhbətindən gələndə bilirsiniz, onu da açıq deyəcəm, mənim subyektiv fikrimdir. Deməli, professional olmayan trader, yəni professional olmayan bazar iştirakçısı tam bazarı görmürsə, əlbəttə orada standartlar var. Birin 3-ə, birin 4-ə də ola bilər. Ən azı birin 2-yə də, ən azı birin 2-yə ki, standartdan istifadə. Amma belə bir vəziyyət var ki, adətən buna biz stavka deyirik bir tərəfdən. Çünki orada bazara giriş qiyməti düz olmur. O düz olmayana görə, yəni müəyyən qiymət, bazara giriş qiyməti artıq düz deyil. Ona görə götürülür, misal üçün 40 punkt götürülür stop loss üçün. 120 punkt, minimum 80 punkt götürülür gəlir üçün. Ya o yana gedər, ya bu yana gedər. Əgər o sistemlə yanaşırsa, ortalama ilə işləyirsə, yəni trader, bu başqa məsələ. Mən risk gəlir anlayışını kredit çiyini ilə bağlayıram birinci növbədə. Kredit çiyini olmalıdır maksimum 1-ə 100. 1-ə 100-ü keçib, ehtiyac da yoxdur ona. Fərqi yaxşı dedi. Yəni ona heç ehtiyac da yoxdur. Deməli, kredit çiyini nəyə görə götürürəm? Çünki bizim ticarətdə, şəxsən bizim strategiya sistemi, mən şəxsən özümün olan sistemimə görə deyirəm, orada bazara giriş qiyməti 100% düzgün qiymətdir. Yəni 100% düzgün qiymətdən mən danışıram. 100% bazara düzgün qiymət, giriş qiyməti varsa,
valyuta cütlüyündən asılı olaraq deməli bu risk sistemini hesablamaq olur. Yəni evro məsəl üçün deyirəm, əgər müəyyən depozitlə siz avro dollarda tutaq ki 1 lot aça bilirsinizsə əməliyyat. Funt dollarda bu olacaq 0.7 maksimum. Funt yenə də olacaq bu 0.4 və s. Qızılda olacaq ondan da aşağı. İndi bu uzun məsələdir. Bunu biz müəyyən dərslərdə sistemi, amma normal insan bunu başa düşür. Bazar iştirakçısı ki, volatillik addım söhbəti var orada. Müəyyən cütlüklərdə bunlar fərqlənirlər. Kriptoda ümumiyyətlə başqa sistemdə olur. Orada spread də çoxdur. Müəyyən baxır indi nüanslara. Yəni ona görə bu risk bununla gedir, amma düzgün qoyulmuş qiymət varsa, məsələn biz bilirik ki, avro dollarda həftəlikdə korreksiya 400 punktdan çox olmur. Bu standartdır 70 ilin, 60 ilin, 70 ilin, xüsusən 76-cı ildən bu yana. Amma bir də qeyd edirəm, yəni ki, burada kredit çiyini rol oynayır, bir də bazara düzgün giriş, bir də düzgün giriş varsa, düzgün giriş bilirsiniz necə olmalıdır, təxmini yox. Xətt çəkilir, misal üçün müqavimət və yaxud dəstək xətti, xətt yox, konkret qiymət var orada. O qiymət dəqiqdir, pipsinə qədər göstərilir orada. Orada fraktal şəklində durur. Məhz o qiymət, ola bilər bir pips vurulmasın o qiymət. Trend dəyişməyəcək və yaxud davam etməyəcək. Yəni ki, burada yenə də gəlib peşəkarlığa çıxır. Yenə də gəlib maariflənməyə, təlimə, təhsilə, professionallığa çıxır. Aydın, təşəkkür edirəm diqqətinizə görə. Mən izləyicilərimizə də demək istəyirəm ki, ümumi olaraq XM-də siz yeni ticarət hesabı açıb, ilk dəfə qeydiyyatdan keçib ticarətə başlamaq istəsəniz, XM sizə $30 depozitsiz bonus təklif edir. Siz heç bir depozit etmədən XM-in verdiyi $30-la ticarətə başlaya bilirsiniz və bununla da əslində müəyyən forex valyutaları və ya hər hansısa başqa bir alətdə düzgün kredit çiynini təbii ki müəyyənləşdirərək Azərbaycan və Fərdbəyində dediyi kimi müəyyən ticarətlərə başlayıb öz risklərinizi və qazanclarınızı əvvəlcədən müəyyənləşdirib belə deyək ümumi sistemi yoxlaya bilərsiniz. Həmçinin hazır sözü düşmüşkən XM-də bizim müştərilərimizin hər biri üçün ödənişsiz təlimlər mövcuddur. Daxil olub bizim professional treyderlərin Rus, İngilis, Türk dillərində təşkil etdikləri vebinarlara da qoşula bilərsiniz. Həmçinin orada olan video dərsliklərə də baxa bilərsiniz və bununla da öz forex haqqında biliklərinizi genişləndirə bilərsiniz. Biz bayaq danışdıq, Azər bəy düzgün bazara giriş, bazardan çıxış qiymətlərindən danışdı. Siz də qeyd elədiniz, bayaq biz çəkilişdən qabaq söhbət edəndə Azər bəy maraqlı bir fikir səsləndirmişdi ki, stop lossla da belə müsbətdə olmaq, mənfəət götürmək mümkündür. Mənə indi bax biz bunu belə deyək də, artıq bazarda müəyyən müddətli olan, bu sahədə işləyən və yaxud da bu sahədə artıq müəyyən bir söz sahibi olan insanlar olaraq, mən sizdən danışıram, qonaqlarımız olaraq, ekspertlər olaraq bizim bildiyimiz, anladığımız terminlərdir. Amma bizi izləyənlərin hamısı belə deyək də, professional treyderlər deyirlər. Birinci dəfədir bu videoya baxanlar var və ya yeni tradingə qoşulan insanlar var. Stop loss və take profit. Bu nədir? Bunların səviyyəsi necə müəyyənləşdirilir? Biz insanlara birinci bunu izah eləyək, yəni əlifbanı izah eləyək, ondan sonra artıq stop lossla necə müsbətə çıxmaq mümkündür, onu növbəti podkastlarda artıq izah eləyərik. Amma nədir bu? Stop loss nədir? Take profit nədir? Bunların ümumiyyətlə bazara təsiri nədir? Daha doğrusu ticarətə təsiri nədir? Bazara yox, traderin özünün belə deyək, strategiyasına təsiri nədir? Biraz bu haqqda danışmaq istəyərdim. Belə sadə dildə desək, bu iki alət traderin gecə-gündüz dayanmadan monitorun arxasında dayanmamaq üçün lazımdırlar. Həyatını rahatlaşdırırlar. Bazar trader hansısa bir başlayan satışa giriş nöqtəsinə gəlir, ya sell gedir, ya buy olur, ya azalmağa, çoxalmağa və bu zaman stop loss və ya take profit nöqtəni təyin edə bilər. Stop loss nədir ki, bu onun minimal zərər olan nöqtəsidir. Yəni hər hansı bir minimuma çatanda artıq belə deyək, ən asılı qazancı, yəni çox itirməmək şərti ilə o zaman ya satış olur, ya da alış olur. Və take profit də eyni. Yəni ki, trader öz gəlirini nə qədər fikirləşir, yəni bu trendi nə qədər qazana bilər, o nöqtəyə qoyur və rahat gedir ödüşlərini görür. Belə deyək, artıq zərurət yaranmır ki, monitorun arxasında izləsin.
Artıq bu nöqtələri necə təyin etmək lazımdır. Bu başqa bir. Bu texniki analiz lazımdır buna və strategiyası olmalıdır traderin. Trader anlamalıdır ki, ümumiyyətlə giriş nöqtəsi niyə görə bunu seçdi və hansı məqsədləri var, hansı trend üzərində çalışır. Ümumi desək, bu iki alət traderin həyatını rahatlaşdırır. Yəni belə deyək ki, take profit və stop loss hər hansısa bir biz alətdə əməliyyata başlamazdan qabaq hər hansısa bir traderin müəyyənləşdirdiyi bir həddir ki, həmən həddə əgər trader düşünürsə ki, bu həddən aşağı getsə daha çox itkiyə gedəcək və bu həddən yuxarı getsə daha çox qazanc olacaq. Ona əsasən hədləri müəyyənləşdirir və bir də izləmir onu. Artıq sistem onun əvəzindən özü həll edir. Avtomatik orada ticarət dayanır, belə deyək, ticarət bağlanır. Əməliyyat bağlanır. Əməliyyat bağlanır, bəli. Əməliyyat bağlanır, yəni əsas bunun üçündür. Amma artıq onu harada təyin etmək bu başqa məsələdir. Bu ən çətin. Yəni bu əslində mən belə başa düşürəm, bütün traderlərin həm take profit, həm də stop loss-u müəyyənləşdirmək ən belə deyək də ağırlı, ən çətin, ən vacib, ən ağırlı, ən çətin məqamlarından biridir. O da nəyə görə çətindir, ola bilsin. Yəni deyirəm, burada qeyri-professional, professional söhbəti var. Bazara giriş qiyməti düz olanda stop loss da düzgün yerləşdirilir. Yeri gəlmişkən düzgün yerləşdirilən stop loss işə düşmür. Force major da olmur. İndiyə qədər görməmişəm son 15 ildə, 20 ildə. Bəlkə nə vaxtsa force major olar, amma düzgün yerləşdirilən stop loss işə düşmür. Düzgün stop loss bilirsiniz nədir? Bilirsiniz, birində oturmuşuq burada. Bu polveri oturmuş, o stop lossdur. O necə ola bilər işə düşsün, biz gedək aşağı. Allah uzaq eləsin, nəsə bir partlayış da olsa. Elədir, yoxsa yox? Belə bir partlayış Forex-də olmayıb 50 ildədir. Ki, stop loss işə düşsün. Biraz yüngül stop lossu deyə bilərəm, təhlükəsizlik kəməri avtomobildə. Hamı avtomobil sürür, təhlükəsizlik kəməri taxır, taxmayana cərimə düşür. Amma qəza da olur da. Qəza da olur. Qəzalar da olur, özümüz görürük televizyada və s. xəbərlərdə. Amma insanlar böyük məmnuniyyətlə maşında sürür. Deməli, kəməri də taxır. Bu düzgün stop lossdur. Düzgün stop loss. Mən onu başıma bağlaya bilmərəm, mən onu başqa cür edə bilmərəm. Yəni o buradan getməlidir. Mənim oturuşum düzgün olmalıdır və s. və s. Düzgün stop loss, belə primerlər nümunə ilə deyirəm ki, daha da aydın olsun. Düzgün stop loss pullarımız hardadır? Mən bu da üstümdə deyil açıq yəni. Ayso, kaşılyoqdadır da, yerdə pul görmürük ki, burada təəssüf ki, yox. Heç nə yoxdur ki. Onlar düzgün qoyulmayan stop losslar ola bilərdi. İndi olur da insan 10 ildə bir gedir qabağına bir pul çıxır yolda. Yəni o heç. O kiminsə yanlış stop lossudur. Pul nə qədər çoxdursa, onun stop lossu da güclüdür. Axrana ilə, nə bilim, banklarda, mühafizədir, seyflərdədir, ora giriş çətindir və s. və s. Yəni gəlib nəyə çatırıq? Təbiətin qanunları burada 100% işləyir. Təbiətin qanunu ilə gedəcəksinizsə, hörmətli traderlər, stop loss işə düşməyəcək. Ola bilər 1 manat düşsün cibinizdən. Amma yaxşı pullar qalacaq seyfdə və s. Ona görə bu şeyləri nəzərə almaq lazımdır və bu stop loss, bir də bir detalı qeyd etmək istəyirəm. İstənilən traderə aiddir. Stop loss, take profit ancaq qısa zaman intervalları üçündür. Əgər biz daily plus, daily, weekly, aylıqla bazara girirsə, daily'nin trendi bir ay gedir, ondan aşağı getmir. Bir ay ərzində siz yəni o çatdırıb baxmayacaqsınız. Yəni 2 gündən bir də baxsaq, 3 gündən bir. Qızıl ay illərlə gedir də. Bu 2073 vuruldu, 2559 hədəf, 2559-dan da bir ildə nə qədər də gəlir? 3000. Hələ yenə də orada sell açan var. Yəni orada stop lossa ehtiyac yoxdur. O gəlib hədəfləri vurmalıdır mütləq. Orada bir ay qalmalıdır. Bir ayda olmasa 15 gün, iynələr və s. və s. Hiss edirsiniz ki, başqa analiz metodları da var. Yerləşdirəndən sonra, yəni o stop lossu formal şəkildə qoymaq olar arası. Amma o stop loss işə düşməyəcək. Bir də qeyd edirəm, H4 və ondan aşağı olan zaman intervallarında stop loss, take profit mütləq olmalıdır. Çünki orada fiziki cəhətdən çatdırmaya bilər adam. 15 dəqiqəyə girir, yəni üzünü çevirib bir su içə bilər. İynə şəklində qiymət dəyər də take profit əslində olsa onu tutacaq orada. Olmasa
yəni çatdırmayacaq vaxt baxımından potensial itkiyə də hətta gəlib düşə bilər. Bəli, qısa zaman intervalları üçün stop loss mütləqdir, take profit mütləqdir, xüsusən take profit. Xüsusən stop loss da elə, amma yenə deyirəm, daily, həftəlik, aylığa ehtiyac yoxdur. Təşəkkür edirəm. Yəni Buyurun. ətraflı cavaba görə mən bizim izləyicilərimizə demək istəyirəm ki, XM-də siz həm risk mənfəət nisbətinizi düzgün belə deyək analiz etmək üçün, həm də həm bu stop lossu, həm take profiti daha risksiz deyək, test eləmək üçün, sınaqdan keçirmək üçün bizim demo hesablarımız mövcuddur. Siz demo hesablarda eyni qaydada ticarət eləyib, eyni formada stop loss, take profitlərdən istifadə eləyib demo hesablarla bütün bunların hamısını sınaqdan keçirə bilərsiniz. Mən istəyirəm artıq keçək son sualımıza, çünki vaxtımız da təəssüf ki məhduddur. Əslində çox xoş, çox şirin söhbət gedir. Sual çox qalmışdı. Yox, elə böyük bir sual qalmamışdı. Sonuncu suala keçmək istəyirəm. Biz bayaqdan danışdıq, emosiyalardan danışdıq, hisslərdən danışdıq, hisslərin biz keçən dəfə danışmışdıq ümumiyyətlə psixologiyanın buna təsirindən və s. Amma belə deyək də, əsasən bazarda bizim bildiyimiz iki belə deyək də fundamental aparıcı hiss mövcuddur. Bu qorxudur, bir də xəsislikdir. Belə deyək də, qorxu və xəsislik belə tərcümə olunur. Mən ən azından belə tərcümə etmişdik. Bu kimi hisslər ümumiyyətlə tradinglərə, yəni bu traderlərə və ümumi olaraq onların apardıqları ticarətlərə nə qədər təsir eləyir və necə eləmək, traderlərə ən böyük məsləhətiniz nədir? Bu hissləri kontrol altında saxlaya bilmək üçün belə deyək, nisbətən dəmir sinirlərə, dəmir iradəyə sahib olmaq üçün qorxu və bu xəsisliyi necə kontrolda saxlamaq olar? Azərbaycan, buyurun, sizdən başlayaq, sonra Fərid bəyə. Qorxu belədir ki, mən sizə deyim, deyir o Molla Cəbidə deyir, mən sizə qorxu duası yazacağam. Baxmısınız ona? Məşhur klassikamızda bizim 150 ilin bir söz, onun da Forex-ə münasibəti var. O kimə deyir onu? Molla. Kimə deyir? Yox, Molla kimə deyir onu? Traderlərə. Avam adama deyir. Mən sizə qorxu duası da yazacağım, aparıb qəbirstanlıqda bastıracaqsınız, onun üstündən mismar vuracaqsınız. Yəni, bunlar ciddi şeylərdir hamısı. İnsan nə qədər zəifdirsə, mənəvi, psixoloji, elmi cəhətdən bir o qədər qorxaq və xəsis olacaq. Bu psixologiyanın qanunudur artıq. Burada psixologiya işləyir. Yəni bu 100% belədir. Heç vaxt güclü adam, özünə hörmət edən adam, qərar verməyə israrlı olan adam heç vaxt nə qorxaq olacaq, nə xəsis olacaq, nə bir şey. Əslində o Rusca sözü var, blaqadarlı belə, nə deyirəm ona, alicənab. Alicənab olacaq, nə bilim və s. və s. Deməli, birincisi insanın naturası rol oynayır burada. Heç təhsilə gəlməyib, heç onun Forex-a münasibəti yoxdur. İstəyir başqa biznes olsun, istənilən sahə olsun. Naturası, yəni belə deyək. İnsanın özünün genetik kodu, istedadı, onun özünün bir şəxsiyyət kimi emosional bir insan olsa tutalım ki, o tradinglə məşğul olmalı. O müalicə keçməlidir. Bu artıq müalicə keçməlidir. Çünki o istənilən biznesdə gedib o emosionallığı göstərəcək. Burada o dərhal görünür pul şəklində. O onu bir zərbə kimi alır, ondan sonra hələ bir depressiyaya düşə bilər. Bir problem də yarana bilər. Ona görə həmişə deyirəm ki, o əsəbləri zəif olan adam, müəyyən o negativ xüsusiyyətlərə malik olan adam birincisi psixoloji kurslardan keçməlidir. Sonra tradingə başlamalı. Bəli, heç yerə getmir. Onu biz edirik. Onu da biz edirik. Başa salır. Nə etmək lazımdır? Ondan əlavə, ondan sonra bu insan başlayır fiziki nə mənada? Texniki, analiz, fundamental analiz, hardasa lazımdır, hardasa lazım deyil. Yəni bu insan gəlib, burada təcrübənin də yolu var, deməli rolu var. Əlbəttə təzə başlayanla 10 ilin, 5 ilin, 20 ilin yəni təcrübəsi bir ola bilməz. Yəni təcrübə artdıqca möhkəmlənmə gedir, amma burada bir şey var. İnsan özü mütləq güclü olmalıdır. Güclü olmalıdır. Müəyyən stержində deyirlər onun duruşu olmalıdır ki, yəni bu istənilən saat əgər qərar vermisinizsə 100% garantiya verilir ki, bu işin sonu var da. Yəni insan hər bir işdə olduğu kimi sona qədər getməlidir burada. Kimsə
1 il gedəcək, kimsə 6 ay gedəcək uğura, kimsə 3 il, kimsə 5 il, amma gedən gedəcək axıra qədər. Ona görə burada qorxu deməli belə bir, yəni bilik, savad, elm, maariflənmə nə qədər güclü olduqca, insan dünya görüşü artdıqca və s. hər psixologiya da düzəlir. Bilirsiniz, siz idman eləmirsinizsə, siz döyüşə çıxanda siz qorxacaqsınız orada. Təbii olaraq. Yəni amma bir də var təsəvvür edin, siz hazırlıqlı gəlmisiniz. Siz bilirsiniz ki, sizin zərbənin gücü var filan, sizdə özünə güvən var müəyyən. Düzdür, elədirmi yoxsa yox? Onun özü də bir əlavə bir driverdir insana ki, o insan həm də o nizam-intizam aşılayır adama. Disiplin. Orada onun yeməyinizə baxırsınız, yuxunuza baxırsınız, başqa şeylərə, burada normal standartlara gəlirsiniz. Yoxsa siz gəlirsiniz heç bir hazırlıqsız, çıxırsınız qara kəmər ustasının qarşısına. Orada qorxmaq söhbəti, qorxmaq 100% olacaq orada. Orada bir şey olacaq. Niyə çıxırsan ki? Heç çıxmadan. İndi söhbət nədən gedir? Heç getmir oraya. İndi söhbət nədən gedir? Bu bazarda çıxırlar. Bu bazarda çıxırlar, qara kəməri yox, burada çıxırlar Chuck Norris'in qabağına və yaxud kiminsə qabağına. Elə bir şeylərə çıxırlar ki, bunu mütləq nəzərə almalıdırlar. Bunlar bir də bir detalı qeyd etmək istəyirəm ki, insan heç vaxt, heç bir işdə özünü ağıllı saymamalıdır. Egosunu qabağa verməməlidir, qürurunu. Məsəl üçün, bizdə olub belə şeylər, bu qızıl özünü pis aparı aşağı gedir. Qızıl deyən getdi aşağı. Gedib də bu bazar bu. Orada Yapon da var, yəni müxtəlif millətlər var. Amerikan, İngiliz, orada ağıllı insanlar idarə edir bu sahəni. Bu sahə pul tökülməyib burada ki, hər adam gəlsin, burada pul qazansın. Bunu da başa düşmək lazımdır. Burada hər adam, burada hamı bilməlidir ki, 98% itirəcək, 2% qazanacaq stabil. Və bu 98%, indi gələn yəqin ki, podkastlarda olar. Buğa kimdir, ayı kimdir, quzu kimdir, quzular, keçilər, donuzlar kimdir. Bunların hamısını verəndə, artıq orada məşhur bir anda bizim kinoda var, deyir o seyirli xalatda deyir, Allahın xoşuna gəlməyən heyvanın adını mənə çəkməklə. Bilirsiniz, bunların hamısını oradakı görürsünüz də kimdir orada. Xəsis də var, qorxaq da var, qırsı da var, uşaq gəlir, neynir orada və s. Uzun məsələdir, yaxşı məsələdir, amma işləmək lazımdır. Fərid bəy, bu Azərbaycan daha çox belə deyək, qorxudan və ora olan hazırlıqdan danışdı. Xəsislik də orada kifayət qədər önəmli hisslərdən biridir də. Siz nə məsləhət görərdiniz? Necə bu kontrol altında saxlamaqdan ötürü, nisbətən belə sakit olmaqdan ötürü? Belə deyək də, əsasən əksər hallarda bu hisslər kimdəki problem yaradır. Bu hisslər olmalıdır, bu normaldır. Sadəcə dərəcə məsələsi var. Dərəcə, bəli. Və kimdə bu ki problem yaradır, əksər hallarda bunu düzəltmək olur. Bunun psixoloji təlimləri var, onların eləmək olur. Nizam-intizam çox vacib rol oynayır. Bu həm yuxu rejimidir, bu ən azından fiziki hansısa bir olmalıdır, hazırlıq olmalıdır, qidalanmadır və s. Həm də insan özü üzərində işləməlidir. Amma bəzən elə hallar olur ki, yəni bu düzələn deyir də, yəni ki, heç başlamasa yaxşıdır. Həqiqətən belə olur, amma əksər hallarda düzələndir. Əsas məqsəd nə olsun? Məqsəd qoymalıdır. İnsan ilk növbədə anlamalıdır ki, öz zəifliyi hansıdır, qorxudadır, bu xəstəlikdədir və artıq onun üzərində planlı şəkildə işləməlidir. Amma istəməsə desə ki, belə yaxşıdır, mən bilirəm, nə edirəm, bu artıq öncədən belə fail situasiyadır. Mən deyən olacaq. Artıq ego məsələsidir. Bəli, yəni təəssüf ki, belədir. Elə misal olur, çox böyük sevinə. Mən bu qızıl özünü pis aparı var. Birbaşa 98%-ə gedir. Qızıl özünü pis apardı, aşağı getdi. Mən bayılamışdım. Qızıl özünü pis aparar da. Normal bir şey. Təşəkkür edirəm gəldiyinizə görə. Çox maraqlı söhbət alındı. Çox maraqlı. Mən ümid edirəm ki, izləyicilərimiz üçün də maraqlı oldu. Ən əsası bizim əsas hədəfimiz, məqsədimiz bunu podkastların öyrədici olmasıdır. Ona çalışırıq. Bir daha təşəkkür edirəm gəldiyinizə görə və dəyərli izləyicilər də təşəkkür edirəm sona qədər izlədiyinizə görə. Çox xahiş edirik ki, like düyməsini, bəyənmə düyməsini basmağı unutmayın və bu videonu bütün hər kəslə, tradinglə məşğul olmaq istəyən, ümumiyyətlə iqtisadiyyatla maraqlanan, maliyyə bazarları ilə maraqlanan hər kəslə paylaşın, özünüz də öyrənin, XM-dən, təlimlərdən, demo hesablardan, real hesablardan istifadə edin və bu bazarda, bu tradingdə uğurlara nail olun. Təşəkkür edirəm diqqətinizə görə. Növbəti podkastlarda görüşənədək. Əgər siz də investisiya etmək istəyirsinizsə, lakin
nədən başlamaq lazım olduğunu bilmirsinizsə, biz sizə köməklik edə bilərik. Videonun təsvirindəki linkə keçid edin və orada qısa formanı doldurun. Sizin tələblərinizə əsasən bizim komandamızın müvafiq üzvü sizinlə əlaqə saxlayacaq və investisiya aləmində ilkin addımları atmağa köməklik edəcək sizə.